Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. APA xəbər verir ki, təqdimata Gəncə şəhər məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək, 178.2.4-cü dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələri ilə ittiham irəli sürülüb.